budur gəldi faiz fəsli, açılıbdır, bəli, insanların... Radiatorlar. Bəli, Elvin Baskalı dostlar, bizim həmkarımız Azər İstilik Təchizat ASC-nin mətbuat katibidir, studiyamızdadır, xoş gördük. Xoş gördük, sabahınız xeyir olsun. Sabahınız xeyir. Elvin, belə başlayaq bu həmkarıq da, biz çoxdan səni də bu soyadla, bu təxəllüslə mi deyim, tanıyırıq. Familiya ilə tanıyırıq. Artıq rəsmən. Baskalda istilik var. Baskalda xeyir. Bəs olmadı ki bu Baskalda. Adam birinci bu Baskalda... Ona görə də orada mətbuat katibi nə vaxtsa ona qədər bəli. Ölkə üzrə ümumilikdə 185 min mənzil mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir. Çox güman ki, Azərbaycan üzrə də 2-3 milyon və ya daha çox mənzil var. Yəni daha çox şəhər yerlərində, qəsəbələrdə istiliklə təmin olunur mərkəzləşdirilmiş qaydada. Əlbəttə, payız, qışdır, yaydır, fərq edəmir. Biz il boyu işləyirik və hər mövsüm yekunlaşdıqdan yeni mövsümün ilk gününə qədər payız-qış mövsümünə hazırlıq işləri aparılır. Və artıq bu hazırlıq işlərinin nəticəsi olaraq tam olaraq elan edə bilərik ki, mövsümə hazırıq. Belə bir məsələ var, düzdür, bu gedişatda üzə çıxır. Mən hadisələri qabaqlamaq da istəmirik, problem və s. danışmaq istəmirik, amma normalda belə şeylər olur da ki, yığım məsələsi. Bu problemli bir məsələdir, bunu da bilirik. Çünki ötən mövsüm özümüz də müraciət edirdik. Məlum olur ki, bir binadan məsələn yığım 5%-dir, 10%-dir. İndidən gəlin o şərti şunda kəsək. Bəli. Bir binaya istilik verilir. Var da, xət var. Verə bilirsiniz yəni. Nə qədər yığım olmalıdır ki, o binanın istiliyi kəsilməsin, verilsin və nə qədər artıq yığımda məcbur olub kəsirsiniz, vermirsiniz. Xət ola. Mehman, təşəkkür edirəm. Bir çox hallarda mənə sual verirlər ki, jurnalistlər, hətta canlı efirlərdə, bir mənzilə görə niyə bir binanın istiliyini kəsirsiniz? Sizi əmin edirəm ki, borc məsələsi bir bina üzrə bəzən 70, 80, 90%-ə çatmayıncaya qədər, üstəgəl bu borclar illərcə yığılmayana qədər biz istiliyin məhdudlaşdırmırıq. Çünki bu bizim də marağımızda deyil. Təsəvvür edək ki, bir qazanxana işləyir və 10 binanı istiliklə təmin edir. Və biz məcburiyyət qarşısında hansısa bir binanın istiliyini kəsirik, məhdudlaşdırırıq. Bu bizə sərf edəmir. Axı, onsuz da qazanxana işləyir, işçilər gəlir, qaz, su, elektrik sərf olunur. Dəfələrlə xəbərdarlıq olunur mənzillərə, blokların önündə elanlar yapışdırılır. Mən və ümumiyyətlə ictimaiyyətlə əlaqələr sektoru, mətbuat vasitəsilə hər zaman elan edirik ki, necə ki, işığı, qazı, suyu, interneti və digər kommunal xidmətləri ödəyirsiniz, zəhmət olmasa istiliyi də ödəyin. Hələ ki, sayğac sisteminə keçmədiyi üçün, bir çox hallarda fərdi şəkildə kəsilmə mümkün olmadığı üçün, çox təəssüf ki, bəziləri, belə deyək, bir qədər ödənişə məsuliyyətsiz yanaşır. Çünki hazırki tariflərlə belə mərkəzləşmiş qaydada istiliyin, belə deyək, ödənişləri əslində yüksək məbləğ deyil. Yəni, az qala hər kəsin ödəyə biləcəyi bir məbləğdir. Hal-hazırda bir kvadrat metr yaşayış sahəsinə görə 45 qəpik. Məsələn, 3 otaqlıdır 100 kvadrat metrə görə, yəni bu ümumi bütün mövsüm üçün eləmi ödənişdir, yoxsa hər ay? Ancaq 5 ay ərzində. Yəni mövsümdə, bəli, istilik mövsümdə, bəli, aprelin 15-nə 100 kvadrat metr bildiyimiz kimi böyük bir sahədir və açıq heyvanlar istisna olmaq şərti ilə bütün yaşayış sahəsinin hər kvadratı hesablanır. Əgər 100 kvadratlıq bir mənzil varsa, bu 45 manat ayda ödənişdir. Onu da nəzərinizə çatdırım ki, üzr istəyirəm. Məsələn, kombi və yaxud digər fərdi cihazlardan istifadə zamanı 100 kvadrat metrlik mənzil üçün 100 manatdan 100-120 manat ödəniş olunur. Yəni, hazırki tariflər belə kifayət qədər münasibdir. Və təbii ki, necə ki, internetin pulunu ən azı 25 manat, 30 manat ödəyirik və yaxud da digərlərini, o cümlədən də istiliyin də ödənişləri edilə bilər. Amma bəziləri məsuliyyətsiz yanaşır. Bu günlərim ümumiyyətlə, hələ biz gözümüzü açandan, indi bugün mən bilmirəm, var bu ya yox, Azərbaycan ümumiyyətlə postsovet məkanında isti su da gəlirdi. Bəli. Qış mövsümündə. Hal-hazırda 50-dən çox binaya belə xidmət göstərir. Cəmi 50. 185 min abunəçidən 50-sinə. Bina. O da mənzil olaraq təqribən 1000-dən çoxdur. Nəzərinizə çatdırım ki, sosial cəhətdən həssas qruplara verilir. O da həm Bakıda, həm də digər bölgələrdə keçmiş qaçqın və məcburi köçkünlər və yaxud əlillər üçün inşa edilmiş binalarda isti su xidməti davam edir və ödənişlərlə bağlı istəyirəm bir statistika da nəzərinizə çatdırım. Bir qədər öncə dedim, marağında deyirlər, tam marağında deyirlər. Amma son 3 ildə yüksək artım var. 2023-cü ildə əhalinin 71,3%, daha doğrusu
istifadə olunan enerjinin 71,3% qədər ödəniş olunmuşdu. 2024-də 77,6, 2025-ci ilin 9 ayına görə isə 89% yığım olub. Artıq belə deyək, daha məsuliyyətlə yanaşılır bu məsələyə. Sadəcə bir şey maraqlıdır. Mən başa düşürəm, büdcə məsələsi var, orada ayrılmalar var, amma niyə bu işi sayğaz və fərdiləşdirmirik? Mən niyə deyirəm? Yəni sayğaz deyəcəm, cəmaət deyəcək ki, qiymət qalxacaq filan beşməkan, amma qonşuma görə də mənim istiliyimin kəsilməsi ədalətli deyil. Tam doğrudur və pilot layihə olaraq 60 istilik sayğacı alınıb və Nizami rayonunda binalara quraşdırılıb. Amma istilik verilməsi qaz, su, elektrik qədər nisbətən sadə prosedur deyil. Çünki istilik bir mənzilə bir xətt vasitəsilə daxil olmur. 3 otaq varsa, dik istilik xətləri vasitəsilə 3 otaq vasitəsilə daxil olur. Bu məntiqlə hər evdə 3 otağın hər birinə sayğac quraşdırılmalıdır və bu mənzilin daxilində olmalıdır. Sayğacın yoxlanılması, hansısa araşdırma üçün tez-tez onda bizim əməkdaşlar mənzilə daxil olmalıdır. Bu hələ qəbul olunmayan bir variantdır. Odur ki, binalara sayğac quraşdırılıb bu ildən etibarən ümumi proseduru öyrənmək üçün. Amma tariflər hələ sayğacla hesablanmayacaq. Hər dəfə problem çıxır ki, hansısa qonşu bugünə qədər istiliyin nə olduğunu bilməyən, mərkəzləşdirilmiş istiliyi və s. olmayanlar, xüsusilə elə insanlar oldu bir ara, biz gördük 90-cı illərdə kəsdilər, çıxartdılar ki, evin qəşəng olsun, gözəl olsun. Çox doğru buyurursunuz. Xüsusən həmin illərdə problemlərlə əlaqədar imtinalar çox olmuşdu və təəssüf ki, həm də qaydalara riayət eləyərək imtina eləməmişdilər. Əgər hansısa mənzil istilikdən imtina eləyirsə, Azərbaycan Təhsilat Açıq Səhmdar Cəmiyyətinə müraciət eləməlidir. Əməkdaşlar gəlib radiatoru ayırmalıdır və akt tərtib olunmalıdır və bu həm də digər ikinci problemin qarşısını alır. Bəzən kimsə 3 ildir istilikdən imtina eləyib və 3 ildə ona ödənişlər gəlir. Çünki o müraciət eləməyib ki, mən imtina eləmişəm. Təbii ki, belə olan halda da biz mənzil mülkiyyətçisinin xeyrinə hesablayırıq, amma təbii ki, araşdırmalardan sonra dəfələrlə elə mənim vasitəmlə müraciət daxil olub, onun qaz sərfiyyatı falan araşdırılıb və xeyrinə nəticə qəbul olunub. Sonra da deyirlər ki, bir mənzilə görə bütün binaya istilik verilmir. Yəni, bu da o ola dik bilər. istilik xətlərinin kəsilməsi nəticəsində. Amma mən sualım yarımçıq qaldı. Yəni, cavabı isti suyun gəlməsi. Niyə digər əhaliyə 185 mindən, yəni hamısına qışda isti su vermək mümkün deyil? Bu o halda mümkün ola bilər ki, hansı binalara ki, vaxta qədər isti su verilməyib, yenidən çox geniş texniki dövriyyə qurulmalıdır. İkincisi də əhali özü müraciət eləməlidir. Və biraz öncə də mənə bir neçə gün əvvəl, ümumiyyətlə, hətta yenə qayıdıram istilik mövzusuna, istiliklə bağlı müraciət eləmişlər ki, təqribən 100 neçə mənzildən 15 nəfər deyir ki, mən istilik almaq istəyirəm. Amma deyirlər, yaxşıdır, istilətmir son illər. O baxır hansı binada. Məsələn, texniki cəhətdən dövriyyə yüksək səviyyədədirsə, bina daxili problem yoxdursa, elə icazə verin, bu haqda da danışım. Bir neçə gün öncə bizim sədrimiz də geniş açıqlama zamanı konkret rəqəmlər bildirdi ki, istiliklə bağlı problemlərin 70-80% bina daxili problemlərlə əlaqədardır. Və qanunvericiliyi də sizə xatırladım. 5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabineti istilik enerjisindən istifadə qaydalarını təsdiq etdi. İstilik enerjisindən istifadə qaydalarında tam açıq-aydın, dəqiq göstərilir ki, Azərbaycan Təhsilat Açıq Səhmdar Cəmiyyətinin məsuliyyət zonasına qazanxanalar, magistral və məhəllə daxili xətlər və zirzəmdə aşağı alt paylayıcı xəttə qədər olan sahə məsuliyyət zonamıza daxildir. Amma bina daxili problemlər həll olunmalıdır. Bina əgər icra hakimiyyətinə, mənzil istismar sahəsinə və yaxud da hansısa dövlət qurumuna məxsusdursa, müraciət olunub o problemlər həll olunmalıdır. O cümlədən mənzil daxili məsələlər. İki sualı birləşdirəcəm. Birinci sual, borular deşilərkən hansı halda çüy vurulur, hansı halda boru dəyişir? Bu sualdır. İkinci sual, yeni tikililərdə istilik və qazanxana sisteminin olması texniki şərti varmı, yoxsa yox? Əvvəla onu qeyd edeyim. Əgər ümumiyyətlə xətlərin bir hissəsi çox köhnəlib, 30-40 ildən artıqda istifadə olunur, elə bu yaxınlarda şəhərin mərkəzində nə qədər istilik xətləri dəyişdirildi və Səhmdar Cəmiyyətin balansında ümumilikdə 1000 kilometrdən artıq istilik xətləri var. Mən indi Azərbaycan Təhsilat Açıq Səhmdar Cəmiyyətinin texniki işçisi deyiləm deyənə, sizə tam dəqiq deyim ki, neçə də orada... Yəni, çüy vurma olarmı? İcazə varmı çüy vurmağa? Biz ona təmir bərpa deyirik. Əgər təmir bərpa... Mən daha konkret deyirəm. Yəni, çüy, dəliyi bağlamaq üçün taxtanı yontub vurmaq. Yox, taxta təbii ki, o hansı dövrdən siz söhbət edirsiniz? Təzə də 21-ci əsr indi. Siz elə bir şey görmüsünüz? Əlbəttə ki, əlbəttə. Harada görmüsünüz? Elə bizim məhəllədə 34-cü binanın qarşısında. Taxta vuruldu. Əvvəlcə çüy vuruldu, sonra çüy işini layiqincə görmədiyi üçün onu dəyişib boru ilə əvəz edildi. Elə bir görüntü varmı? Taxta vurulsun. Hər mən buradan yalan danışmayacağam. Yox, demirəm yalan. Bəlkə hansı bir yəni mən istəyirəm bu problemi sadəcə bilim. Mən birinci dəfə də eşidirəm. Hə, ola bilər. İkinci sualınız nə idi? Vaxtında şikayət eləyən
eləyərdim. Yox, elədim cəhdlər, Belə. elədim cəhdlər. Ədalət naminə elədilər. Sadəcə əvvəlcə çüy idi iş. Sən çüy vurmayardın, birbaşa zəng Mən eləyərdin, vurmadım, gəlib mənim çüy kəndərdilər. vurmaq kimi bir bacarığım da yoxdur. Çüy vuranlar var, nə danışsan. Hər halda vaxtımızı Sağ ol, nəzərə sağ ol. alırıq. Bu çox böyük bir mövzudur, amma hər Yəni. halda təzə binalar məsələsi lakanik. Orada tələb varmı? Yəni istilik olsun Həddindən deyə. artıq həm fərdi mənzillərdən çoxlu müraciətlər daxil olur, həm də yeni tikililərdən. Əgər yaxınlıqda istilik mənbəyi varsa, qazanxana imkan verirsə ki, yeni mənbələr, yeni binalar qoşula bilsin, belə olan halda müraciət edirlər Asan Kommunalda Azəristlik Təsisat Açıq Səhmdar Cəmiyyətinin pəncərəsinə və bizə gəlir o müraciət, texniki şərt verilir və bina qoşulur. Təşəkkür edirəm əziz Orada səmkarımız. MTK sahiblərində insaf olsun, yəni maraqlansınlar bundan. Yəni təkcə 4 divar tikməklə deyil. Bu dəqiqə maraqlanacaq. Bəli. Elvin Baskalı, Azər İstilik Təchizat Asıcı Mətbuat katibi studiyamızda idi. Fasilədən sonra birlikdə sabahımız. Mütləq görüşəcək hələlik.